Neftçalada bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı, 5 yaşlı və 4 yaşlı övladları hamamda çimərkən dəm qazından zəhərləniblər. Zərər çəkənlər Neftçala rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Bakıda çoxlu dərman həbləri içən gənc qız vəfat edib. Martın 8-i saat 21 radələrində 2002-ci il təvəllüdlü Ada Əlizadənin meyti yaşadığı Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsindəki mənzildə tapılıb. Onun çoxsaylı dərman həbləri qəbul etməsi və zəhərlənərək ölməsi bildirilib. Gənc qızın hansı məqsədlə dərman həblərini qəbul etməsi hələlik məlum deyil. Hadisənin intihar ola bilmə ehtimalı da nəzərdən keçirilir. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.